Nevrologiyanın xüsusi bölümü olan neyromuskulyar və ya periferik sinir sistemi xəstəlikləri sinir və əzələ zədələnməsi ilə gedən xəstəlikləri özündə cəmləyir. Belə ki, sinir və əzələnin zədələnməsi nəticəsində xəstələrdə əllərdə, ayaqlarda uyuşma, keylik, yandırıcı ağrı, bədəndə səyirmələr, qıc olmalar, ətraflarda zəiflik, yerişin pozulması, udmanın və danışığın pozulması, bəzən iki görmə, göz qapağının düşməsi, hətta aşırı yorulma kimi simptomlar üzə çıxa bilər. Belə ki, praktikamızda ən çox rast gəldiyimiz və müalicə etdiyimiz xəstəliklər motor neyron xəstəlikləri, ALS kimi bildiyimiz, irsi və ya qazanılmış polineyropatiyalar, yəni çox saylı sinirlərin zədələnməsi ilə gedən xəstəliklər, kökçüklərin sıxılması nəticəsində, məsəl üçün boyun nahiyəsində və ya bel oma nahiyəsində radikulopatiyalar, miasteniya və miopatiyalardır.